Kızlar, sabahınız xeyir olsun. Belə sosislə yumurta qızardacağım. Yiyəcəyik səhər yeməyi olaraq. Sonra da evdən çıxmalıyıq. Yeni il abu havalı bir vlogdan herkese salamlar istedim. Bu səslə də sizləri salamlayım. Bu vlogda sizlərlə bir yerdə yeni il şənliyində geyinəcəyim o geyimi seçəcəyik. Yəni indi hazırlaşırıq, gedək o paltarlara baxaq və birini alaq. Bu vlogda Temu bağlaması da var. Keçmiş vlogları izləmisinizsə, ya keçən vlog idi ya da ondan bir öncəki vlog idi. Sizlərlə bir yerdə Temudan alış-veriş eləmişdik və həmin mənim o əşyalarım gəlir. Vlogun mənim üçün ən maraqlı hissəsi isə işte biz Secret Santa oynayırdıq və hədiyyələşmə hissəsidir ki, hamının hədiyyələrini çalışmışam ki, çəkim sizlər üçün. Baxın özümü oradan güzgüdən görürəm. Hə qızlar, indi mən geyindim, keçindim, amma makyaj eləmədim, sıfır makyaj. Çünki mən çox vaxt geyim almağa gedəndə makyaj eləmirəm ki, o alacağım paltarlara və yaxud da almayacağım. Sadəcə geyinib baxacağım paltarlara tonal krem bulaşmasın. Çünki mən çox yerdə görmüşəm ki, almaq istədiyim paltar olub, amma onu tonal krem eləyiblər, ləkələyiblər, nə bilim tuşu batıb, nəyi batıb. Yəni çox bir pis vəziyyətdə. Özüm elə şeylər sevmədiyimə görə deyirəm başqasına özünə rəva bilmədiyini, başqasına rəva bilmə. Ona görə də mən həmişə demək olar ki, makyajsız gedirəm. Əslində qızlar, mən kirayə paltar almaq fikrində deyiləm. Yəni kirayə paltar almayacağam. Belə düşünürəm. Bir dənə kirayə xoşuma gəldi. O da ki, qaşları var belə qəşəng, amma qaşları var çox səliqəli görsənirdi. Əsl yeni il şənliyi üçündür. Famili də göstərdim, o da bəyəndi. Şəklini sizə qoyaram bura. Amma Famil deyir ki, sadə geyinsən daha yaxşı olar. Həm də alsan, ən azından bir-iki dəfə də onu geyinə bilərsən. Birinci bu paltarı geyindim. Bunu geyinən kimi Famil dedi, əzizə, məncə elə budur. Heç o birilərə geyinmə, bunu götür gedək. Çünki çox bəyəndi. Dedi ki, çox elegant qalır, səni də çox qəşəng göstərir. Açığı mən mağazaya gələnə qədər bir çox yerlərə baxmışdım. Instagramda baxmadığım yer qalmamışdı və bu paltar var ha qızlar, indi sizə göstərirəm. Bu paltarı demək olar hər butikdə görürdüm. Hər butikdə qabağıma çıxırdı. Ona görə biraz gözümdən düşmüşdü. Baxmayaraq ki, ilk dəfə bu paltarın şəklini görəndə, videosunu görəndə elə bu paltarı götürmək istəyirdim. Amma ki, çox yerdə gördüyümə görə düşündüm ki, başqaları da bunu geyinə bilər. Ona görə bunu gözdən çıxartdım. Bu paltarın üst hissəsi belə gözəl görünürdü, səliqəli idi, amma alt hissəsi çox dar idi. Deməli, ürəyimcə olan paltarı aldıq. O paltarda mən başqa butikdə görməmişdim açıq, amma digər geyindiklərimdən başqa yerlərdə görmüşdüm. Paltarı alandan sonra isə dediyi gedək kinoya baxaq. Ən çox isə Famil istəyirdi, çünki Avatar onun ən sevdiyi filmlərdəndir. Saat artıq 11'e işləyirdi, amma hələ də davam edirdi. Çünki sən demə bu Avatar 3 saatlıq imiş. Yeni hayat enerjinin akmasını sağlar. Sadə cins şal var, bir də belə qara köynə geyinməyi çox sevirəm. Bilmirəm nədənsə bu look mənə çox xoş gəlir. Yəqin ki qızlar xatırlayarsınız. Yəni uşaqlığımızdan bəri burada həmişə yolka qruplar. Burada bilmirəm neçə yaşım var idi, uşaq idim da. Baxın, burada mənim şəklim var idi. Tapsam əgər buralara qoyaram, mamadan xahiş edirəm, göndərsin mənə. Amma çox gözəl görünür həqiqətən. Bu hissəni ayrı bir sevirəm. Belə bir şeylər qoyublar, amma 3 dəfə keçmişik bu hissədən. Görməmişik, nə maraqlıdır. Bunlara baxın. Bilirəm ki, yenə uşaqlığım yadıma düşdü. Hara baxıram, mən bugün ancaq uşaqlığımı xatırlayıram. Yadınızda da belə qış nağılı yerlərinə gedirdik, şənliklərə. Orada bizə oyuncaqlar verirdilər. Daha doğrusu oyuncaq yox. Yeni il hədiyəsi verirdilər və yeni il hədiyələrini də içini açanda bir-birimizdən soruşurduq. Bizə bacılar olaraq indi Famillə danışır ki, onu da bacısı ilə bir yerdə açırlar, soruşurlar ki, səndə nə çıxdı? Kızlar, saat 23:57. Biz Avtoş dönərdən dönər aldıq. Bu Avtoş dönəri məncə tanımayan yoxdur da. Yəni 1998-ci ildən bunlar fəaliyyət göstərirlər. Yəni ən gözəl dadlardan biri deyərəm. Reklam eləmirəm təbii ki. Sadəcə olaraq sevirik deyə göstərirəm sizə. Gecə vaxtı almışıq. Bu gün biraz pis qidalanırıq. Yəni ki fast food. Amma eybi yox, sabahdan düzələr.
Səhəri gün işə gələndə yolkanın altına bir iş yoldaşım belə mənim üçün hədiyyə qoymuşdu, amma bu Secret Santa deyil, bu başqa bir şeydir. Secret Santa isə növbəti günlərdə olacaq. Qızlar, istədim sizə göstərim bu pijamalı. Çox şirindir. Mənim bu çox xoşuma gəldi. Açığı belə bir pijama istəyirdim. Çünki mənim pijamalarımın çoxsu qısadır, yəni şort kimidir. Bu amma şalvar. Düzdür, şalvarlı olanlarım da var. Amma elə bilirəm ki, onlar bunun qədər rahat deyil. Çünki atlasdır bəziləri biraz elə bil ki, hava keçirən materialda deyil. Qəşəngliyi çox qəşəngdir. Amma biraz elə bir rahatlıq baxımından bu materiallar kimi rahat deyillər. Ona görə belə bir şey istəyirdim və qızlar, bu da tam mənlikdir də. Yəni belə pişikdir. Mən normalda S geyinirəm, amma iş yoldaşım M alıb ki, daha rahat olsun əynimə. Çünki pijamada nə qədər bol olsa, bir o qədər də məncə rahat olar. Ay da çox şirindir. Buna baxın, bu Lunadır deyə, Luna buradadır. Bu da Lunanın patili dostları. İş yoldaşımın almaq istədiyi bir şey var idi. Mən onu əvvəldən bilirəm. Deyirdi ki, yanvar üçün onu alacağım. Yəni ki, dekabrdan sonra mən də elə onu ona hədiyyə eləyəcəm. Çünki bilirəm ki, ən azından o onu istəyir də. Yəni onsuz da onu alacaq. Tam da ehtiyacı olan bir şeydir. O məsələn bilmədən mənim ehtiyacım olan bir şey aldı. Məsələn pijamanı. Mən də bilirəm onun nəyə ehtiyacı var, nəyə almaq istəyir. Onu ona hədiyyə eləyəcəm. Bu rice toneri qızlar bilirsiniz ki, mən çox tərifləyirəm. Çünki özüm istifadə edirəm. Artıq bilmirəm də neçənci qutusudur ki, mən artıq istifadə edirəm. Hətta birini də almışam, atmışam, stoklamışam ki, bitən kimi yəni istifadə edə bilim, boşda qalmayım. Və bu da mənim iş yoldaşımın istədiyi bir şeydir. Bu nəyə belə olub bu qırağı? Eyb yox. Məsələn, kargoda gələndə olub. Hər şey okeydir. Məncə pakovkada bir problem yoxdur. Bunu indi bunun içində düz boş edəcəm. Bu gün əslində istəyirdim yeni il temalı bir şey alım qızlar, amma bu gün gələndə yəni ala bilmədim və mən də bu günləri mənə hədiyyə elədiyinə görə istəmirəm ki, çox saxlayım da hədiyyəni. Qızlar, məncə çox səliqəli, həm də estetik göründü. Mən bəyəndim. Qəşəng göründü. Bir də qızlar, biz işdə Secret Santa oynayırıq. Yəni adlar yazılır, bir qutuya atılır, püşk atılır və hərə bir nəfərin adını seçir. Mənə də bir bəy düşüb. Açığı çox da tanıdığım bir bəy deyil. Yəni bilmirəm də nə sevir, nə sevmir, nə istifadə edir. Ona görə kömək aldım. Onun yaxınlarından, yəni tanıdığı insanlardan və parça cüzdan sevdiyini bildim. Yəni dəri yox, pahalı parça. Ona görə getdim Planet 1-dən belə bir şey aldım. Dırnaqlarımı maksimum göstərməməyə çalışıram. Çünki sabah düzəldəcəm dırnaqlarımı. Belə bir şey aldım. Mənim çox xoşuma gəldi. Düşündüm ki, bəyənər. İnşallah da bəyənər. Və belə bir şey də aldım. Hədiyyə paketi ilə Planet 1-in özündən. Bilmirəm necə eləyəcəm. Amma əslində istəyirəm ki, bir dənə başqa bir paketə bağlayım. Yəni ki, yeni il temalı bir şey olsun. Bunu yəqin qoymayacağım. Luna. Neynirsən? Bilir ki, orası. Qızlar, səhəri gün işdən çıxandan sonra getdim bir oyuncaq mağazasına ki, Hot Wheels'ın bir maşınını aldım. Çünki başqa bir iş yoldaşım mənə xəbər elədi ki, sənin Secret Santan, yəni kimə hədiyyə verəcəm, o kolleksiya yığır, xüsusən də 60-cı, 70-ci illərin. Hətta şəklini də mənə atdı, stolun üstünə, masasının üstünə qoyub o kolleksiyasını. Mən də onu ChatGPT-yə atdım. ChatGPT də dedi ki, bu 60-70-ci illərdir, sən də elə buna uyğun almalısan. Mən də getdim qızlar, o qədər Hot Wheels maşınının içindən nəhayət ki 67-ci ilə Mustangını tapdım. Elə o hədiyyəni də qoydum o cüzdanın üstünə. Famil də gəlmişkən öz bacısı oğlu üçün, yəni baldızımın uşağı üçün hədiyyə seçdi. Mən də belə qız oyuncaqlarına baxırdım. Ürəyim getdi bunlar üçün.
Qızlar qaça-qaçdayam, qova-qovdayam. İndi hazırlaşıram çünki axşam yeni il şənliyidir. Yəqin ki, bəlkə də videonun əvvəlində sizə demişəm bunu. Amma bir dənə hədiyyə gəlmişdi. Mən onu açdım. Hədiyyə hardan gəlib sizə göstəreyim. Hədiyyə Hairzone-dan gəlib. Açığı bu vaxta qədər məhsulların heç birini istifadə eləməmişəm. Yalan deməyəcəm. Sadəcə olaraq mənə hədiyyə göndərdilər. Sağ olsunlar. Bəzi blogerlərə göndəriblər, mənə də göndərdilər. Mən də bu məhsulları aldım. Mən də bu məhsulları istifadə edəcəm, sınayacağım. Bəyənsim sizlərlə təbii ki, bölüşəcəm. Amma haqqında araşdırdım, baxdım ki, İtalyan markasıdır və həqiqətən də belə təriflənən markalardandır. Belə bir notq buraxıblar burada. Bunun içində yazılan yazılara isə ürəyim getdi. Yazıblar ki, dəyərli Əzizə xanım, 2026 sizə inkişaf, motivasiya və gözəl nəticələr gətirsin. Amin. Aldım, qəbul etdim. Təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram. Bu üstündəki dekorları da çox bəyəndim. Hələ bunlara baxın, şokoladlara. Çox gözəldir. İndi bu videoda bu fasonda gedirəm mən salona. Səhərdən elə qaçaqovdaydım ki, səhər yeməyini güclə biraz yemişdim, amma çay içməmişdim. Gəldim burada da çayımı içdim. Usta deyir ki, gözlərini dartaq yoxsa yox. Mən dedim, dart, təbii ki, dart daha qəşəng görsənsin. Yaxşı ki də dartdı, çünki həqiqətən gözlərim belə çəkik görsəndi və çox yaraşdı. Toyumdan sonra ilk dəfə idi ki, bir salonda saç və makyajı etdirirdim. Toyumdan öncə isə bir neçə dəfə olub ki, qızlar, mən makyaj elətdirmişəm, salonda saç elətdirmişəm, hətta çox bahalı yerlərdə, adlı sanlı yerlərdə, amma nəticə ürəyimcə olmayıb. Burada etdirdiyim makyajı və saçı isə bütün iş yoldaşlarım bəyəndi. Kim baxdısa dedi ki, tam sənə uyğun olub həm makyaj, həm də ki saç. Tələsdiyimə görə ağlımda olan videoların heç birini evdə çəkə bilmədim. İndi gedirik iş yoldaşımı götürməyə. Dodağımda pomada var deyə özümü çox qəribə hiss edirəm. Elə bilirəm ki, aşırı belə çoxlu make-up eləmişəm. Amma usta deyir ki, yox, çox deyil də. Yəni hər şey yaxşıdır. Hətta az eləmişik. Qızlar, nəysə, gedirik indi iş yoldaşımı götürməyə. Əslində belə qeyrirəm ki, gecikəcəyik. Danışanda belə görürsünüz ki, sözləri səhv deyirəm. 18-18-dir, arzu tutaq. Amin, amin, amin. 18-18-dir, saat 7-də əslində parti başlayır, amma biz hələ gedib qızı götürəcəyik o 20 dəqiqə. Götürəndən sonra da 1 saat 20 dəqiqə yolumuz var. Əslində o boyda yol olmamalıdır, amma təbii ki, tıxacılar olduğuna görə yolumuz uzanır. Sən səsindən qoyacam özü. Çox bəyəndim saçımı. Mən də. Mənimkini, özünkini mi? Sənkini özümlə bəyənməmişim. Çalışardım ki, sizin üçün nəsə çəkə bilim. Elə bir dənə güzgü tapan kimi orada çəkirdim. Bilmirəm heç bura harada girmişəm. Burada çəkiliş eləyirəm sizin üçün. Paltarımı tam göstərim. Çünki evdə ürəyimcə heç bir şey çəkə bilməmişdim. Qızlar, biz gəldik. Kürkümü bəyəndiniz qızlar. Bu kürk bilirsiniz də Temudandır. Heç deyərsiniz Karolina, Feminandır. Yeni il şənliyindən hədiyyə utdum. Deməli 3 nəfər belə bir powerbank utduq. Necə utduq? Şirkətimizin logosunu daha gözəl şəkildə çəkdik və ən çox alqışı biz topladıq. Ona görə də hərəmizə 3 nəfərə belə qəşəng powerbank verdilər. Uşaq kimi sevindim. Evə gələndən sonra ən rahatladıcı hissə makyajını təmizləmək və saçını açmaqdır. Saçım çox şükür ki, heç açılmamışdı. Yəni 1 qramda bir tük belə oradan çıxmamışdı. Çünki o qədər maşallah vurmuşdu ki saçıma. Saçımdan bu qədər şey çıxdı. Əsas məsələ buradan gözümü dartıb, bir bu tərəfdən, bir də o tərəfdən o göz dartılan hissəni açmalıyam. Amma bir dənə videoda görmüşəm ki, asetonu belə batırır buna və o belə qırılır.
atır, çartlayır, nə olur, partlayır. O rezin indi mən də onu sınayacağam. Dediyim şeyi elədim qızlar, amma məndə işə yaramadı. Ona görə qayçı ilə kəsdim. Bu makyajı üzümdən çıxara biləcək yeganə vasitələrdən biri. Kızlar, mən üzümü yudum gəldim. Dərim nəfəs almağa başladı. Ay Allah. İndi də 2 fazlı yuma deyirlər. Nə deyirlər? 2 fazlalı deyirlər. 2 dəfə nəsə belə bir şey yuma. İndi də misellər su ilə siləcəm. Sonra bir də gedib yuyacağam. Bir də onu deyim sizə ki, qızlar, gözümün üstü gördüyünüz kimi hələ qalıb. Gözümün üstünə yağ vura bilmərəm. Çünki yağ bazlı makyaj təmizləməklə təmizləsəm, mənim bu qaynaq kipriklərim tez töküləcək. Ona görə də oranı ancaq misellər su ilə siləcəm. Misellər su ilə silirəm, sonra gedirəm bir dənə də üz yuma geli ilə yuyuram. Ən sonda da bildiyiniz kimi o rice tonerim var, düyü toneri. Onunla da silirəm, qəşəngcə üz rutinim bitir. Qızlar, çox qəşəngdir bu powerbank. Çox möhtəşəm çıxdı. Baxın qızlar, yapışdı bunun arxasına və qaldı. Buradan da indi göstərəcək ki 88% var. Belə. Möhtəşəm. Çox bəyəndik. Belə bir şey var. 6 manat 50 qəpiyə almışdım. Cuticle Remover gedir. Cozy markasındandır. Deməli, bu sizin dırnağınızı gedib əgər manikür elətdirmirsinizsə, daha səliqəli görsənməsi üçün, kutikullarını təmizləmək üçün lazım olan əsas şeylərdəndir qızlar. Çox qəşəng bir məhsuldur. Yəni mən bundan istifadə eləyəndə artıq demək olar ki, düzdür, təbii ki, gedib ustanın işi kimi olmayacaq, amma ən azından çox da ehtiyac qalmır da. Yəni bunu sürtürəm, sonra qıraqlarını təmizləyirəm, olur gül çiçək kimi. İndi çay üstəcəm, çay içəcəyik. Ona görə bunları buradan çıxartmaq vaxtı gəldi. Açıldı. Bunu deyirəm ki, buralardan asım. Bəlkə də bura getməyəcək, amma eybi yox. Qəşəng görsənər. Məncə pis görsənməz. Bunu buradan bura yeni ilə çox az qalıb onsuz da. Ən əsas məsələ qızlar, burada arzular yazılıb. Ona görə arzuları da bura bu ulduzun yanına asmaq istəyirəm. Arzular reallaşsın. Gələn ilə mənə gözəl arzular diləyiblər. Sağ olsunlar. Növbəti gündən sizləri salamlayırıq. Lunanın sevimli oyuncağını, dostunu ora qoyduğuma görə biraz tədirgindir. Amma eybi yox, çünki orada mənim kodum yazılıb. İndi müəyyən şəxsi məlumatlar olduğuna görə Lunanın qazını ora qoymuşam. Növbəti gündən salamlar. Qızlar, deməli biz bugün nə edirik? Mən indi sizlə bir yerdə Temu bağlaması açıram. Daha sonra isə gedirik yeni il oyuncaqlarını bükmək üçün, daha doğrusu yeni il hədiyyələrini bükmək üçün kağızlar almağa və uşaqlara verəcəyim hədiyyələr üçün də qutular almağa. Luna'nın hədiyyəsi. Luna, gəl bax, sən hədiyyən. Gəl bax. Gör, bəyəndin. Necədir? Qızlar, bunu bilirsiniz nəyə almışam? Luna'nın yemək qabısının altına qoymağa. Gedək qoyaq. Baxın, mən belə sarı əski qoymuşdum yemək qabısının, su qabısının altına. Buralar yenə pis gündədir, amma neyiniyək yəni? O deyirlər, uşaqlı evdir, bizdə də pişikli evdir. Çox normal bir şeydir. Bax, toz soğuran düz bunun yanındadır da. Hər gün gündə neçə dəfə buradan toz soğuranlayırıq, amma nə olsun, nə fayda. Yəni də dağıdır, tökür. Baxın, belə daha səliqəli və gözəl görsəndi məncə. Bəyəndim. Növbətim 660 dənəli rulun almışam qızlar. Bilirsiniz də nə üçündür. Tük təmizləyən, hərəsində 110 dənədir. Pişik tükü təmizləmək üçün, it tükü təmizləmək üçün, paltardır. İstədiyiniz yeri təmizləyə bilərsiniz. Nə fərqlidir bunun burası tutacaq, daha möhkəmdir. Çox qəşəng. Burada buna baxın, bir dənə göndərdim. 2 dənə almışdım. Yəqin 2 dənə olar. Bunlar sizə deyim nədir? Bu tuvaletin o su basan yeri üçün, o basasıda su gedir. Oraya üçün almışam. Bunun üçün istəyirəm videolar çəkeyim. Bunu hələlik saxlayıram.
Daha sonra bu bilirsiniz nədir? Hər hansı bir mebel dəyirsə bir-birinə, yəni sürtünəndə cızılmaması üçün belə silikonlardır. Mənim üçün ən maraqlı şey baxın bu səbət. Nə qəşəngdir. Gedək qızlar bu səbəti rahatlayaq. Ay da nə qəşəngdir. Çok qəşəngdir. Açın indi burada. Bu bildiniz nə üçün almışam? Yataq otağında bitki var ha, onun altına qoymaq üçün belə səbət. Mən tutan yerlə aldım. Qalmışdım belə ki tutacaqlı alım, tutacaqsız alım, amma sonra dedim ki tutacaqlı daha qəşəng görsənir. Nəsə mənə elə gəldi. Ona görə bundan aldım. Yox, baxaq sonra gedərik. Bu qızlar hamam üçün aldığım bir xalçadır. Deyilənə görə su çəkəndir həqiqətən də. Bu qatlayıb qoyublar belə. Biraz böyük bir şeydir. Qızlar, istəyirəm bunlar üçün ayrı bir Instagram üçün video çəkeyim. Çünki Instagramı həqiqətən də böyütmək istəyirəm. Ona görə deyirəm ki saxlayayım hələ ki. Bu iki əşya. Bir də qızlar gələn dəfə üçün də, gələn vlog üçün də inşallah təzə bir əşyalarım gələcək. Onun içində daha çox şey var. Temudan sifariş eləmişəm. Daha gözəl şeylər və çox estetik ev dekorları var. Yəni onu daha çox səbirsizliklə gözləyirəm, nə yalan deyim. Amma bu da dekorativ şey olduğuna görə qalıram belə ki, ən yaxşısı gözləyim onlar da gəlsin. Hər hamısı bir yerdə bir video çəkim. Bundan bir dənə çıxdım. Mən bundan 2 dənə almışdım. 2 dənə. Yazacağım onlara. Nəhayət ki gəldim yeni il hədiyyələrim üçün qutular, bağlamalar almağa. Onun balacasını bu baxış padarkan Qoyduğumuz hədiyyələrə. hədiyyələrin avyonuna. Şimdi var, yeşəni doldura bilmirsən. Kimi aldığına bağlı, sahibinə zizliyəm. Verəcəyim hədiyyələr qız üçün olduğuna görə 3 dənə belə qırmızı rəngdə hədiyyə paketi götürdüm. Amma hər biri çox qəşəng idi, çox fərqli şeylər var idi. Qızlar, biz aldıq gəldik. İndi sizə göstərəcəm nələr almışıq. Və ən maraqlı hissəsi isə bu yeni il hədiyyələrini yığmaqdır. Çox qəşəngdir, çox xoşum gəldi qızlar bunlardan. 3 dənə qız üçün hazırlayacağam. Biri Ayladır, mənim bacımın qızıdır. Digəri isə 2 qız var, onlar üçün hazırlayacağam. İstərəm elə onları da sizinlə bir yerdə hazırlayım. Bunu da Ayla üçün almışam yeni il hədiyyəsi olaraq. Keçən dəfə Barbie kuklası almışdım, görmüşdünüz. Nabor almışdım. Bu dəfə də qazan naboru aldım. Belə tavası da var. Əməlli başlı qazandır. Qızlar üzü ağırdır. Keyfiyyətlidir. Belə yanında qaşıqları da var. Yəni bu qarışdırmağa və s. bunun üçün. Çox qəşəngdir. Uşaqlıqda mən ürəyim gedirdi belə şeylər üçün. Aylanın da mən belə başa düşdüm ki, ən sevdiyi oyuncaqlar belə gəlincikdən daha çox belə naborlardır. Hansı ki qazan, qab-qacaq və s. Ona görə belə bir şey götürdüm. Sonra bizdə Secret Santa var. Sabahlarımı çəkəcəm onu da sizin üçün. Yəni bu vlogun ən maraqlı yerlərindən. Çox qəşəngdir qızlar. Mən deməli bunları aldım. Bunları. Sonra başqa bir mağazada bundan gördüm. Deməli bir dənə listi 50 qəpik idi. Mən də 2 dənə listi almışam. Sizə göstərim nə boydadır. Baxın. Bu boyda bir şeydir. Ümid edirəm bağlaya biləcəm. Belə bir şey aldım. 50 qəpiyə. Bunları da indi açım sizə. Əlimin də sarısına baxın. Görün nə günə qalıb. Bilməm necə olub. Hara vurmuşam, necə vurmuşam. Heç özüm də bilməm. Bunu açım sizə göstərirəm indi. Düzü bunlar da pis deyil. Bunlar da çox qəşəngdir. Bir dənə belə Merry Christmas yazılı sadə belə yaşıl almışam. Bir dənə belə qırmızı almışam. Bir də belə yox, 2 dənə qırmızı almışam. 2 qırmızı. Bundan da çox xoşum gəldi. Bir dənə belə mavi. Bunu düşünürəm öz Secret Santam üçün bağlayayım. Digər dostlarım üçün bunlardan bağlayacağım. Belə bir şeylər almışam. Çox qəşəngdirlər. Ürəyim gedir bunlar üçün. Sonra bunlar aldığım yerdə, bunlar 50 qəpik idi. Ümumiyyətlə hamısını 50 qəpiyə almışam. Lentlər çox baha idi. Metrəsi 1 manat idi. Sonra mən manatlıq yerə getdim. Bunun bir dənəsi 60 qəpiyə almışam. Məncə bu daha qəşəngdir. İndi bunu bağlayacağım. İnşallah məni utandırmaz, pis görsənməz. Nazik idi, qalın deyil. Əslində biraz bundan qalın istəyirdim, amma çox qalın idi də o da. Sonra bir də belə bir şey almışam. Bunların da bir dənəsini 20 qəpiyə almışam. Baxın bunlara. Çox qəşəngdir bunlar da.
Bunların da bir dənəsi 20 qəpikdir. Bunları da üstünə yazacağım. Hədiyyənin üstünə bərkidəcəm. Deməli bu belədir. Bu içi belə girir. Baxın belə bir şey olur. Bildiniz necə? Yəni mən yığanda belə yığacağam. Ümid edirəm aldıqlarım bura yerləşər. Yəni bu biraz böyük görsənirdi. Bu biraz bir balaca oldu. Nəysə, başlayaq. Nəsə bunu düşünürəm. Amma bu da çox qəşəngdir, bu da çox gözəldir. Amma bunu çox bəyənirəm. Nədənsə elə bilirəm ki, bunu bağlasam daha yaxşı olar. Amma hələ necə bağlayacağam bilmirəm. Qızlar, buraları viran qoyandan sonra axır ki, hələ buna baxın. Belə bir şey bağladım. Məncə ən səliqəlisi bu oldu. Buralarını belə tutturdum. Bu arxa hissəsi olacaq. Burada balaca bir detal var. Üstünə elə bunu vuracağım. Bunu vuracağıma görə istəyirəm qırmızı lentlə bağlayayım. Amma ağ lentlə bağlasam daha gözəl görsənər məncə. Belə bir şey Secret Santa'dan. Bu qədər qızlar. Bunu bura bağlayayım, bitir. Siz buna baxın. Luna, neynirsən? Baxın qızlar, belə bağladım. Məncə səliqəli alındı. Arxasını da sizə göstəreyim. Qorxa səliqə ilə belə bir şey məncə pis alınmadı. Çünki bunu başqa cür bağlamaq mümkün deyildi. Yəni korobka deyil ki, daha rahat bağlayayım. Məncə qəşəngdir. Buraları yapışdırmaq lazım oldu. Daha bir hədiyyəmi də bağladım qızlar. Bu bir hədiyyəm. Bu ikinci hədiyyəm. İndi üçüncünü də bağlayacağım. Məncə çox şirin oldu. Buna baxın. Çox qəşəng oldu. Məncə həm də çox səliqəli oldu. Özümü tərifləyim. Bu bir hədiyyəmdir. Sevdiyim iş yoldaşlarıma. Bu bir hədiyyəmdir. Bu da bir hədiyyəmdir. Bir hədiyyəni vermişəm çox sevdiyim iş yoldaşıma. Onu da niyə verdim? Çünki o məni tələsdirdi. O mənim hədiyyəmi tez verdi. Mən ağlımda tutmuşdum ki, Secret Santa hədiyyəsi. Bunlar isə mənim ürəyimdən gələn hədiyyələrdir. Secret Santa hədiyyəsini verəndə bu hədiyyələri nəzərimdə tutmuşdum. Amma o tələsdi, mənim hədiyyəmi verdi. Mən də hələ bunları almamışdım ki, indi getdim aldım bunların hamısını. Ona görə başqa bir paketin içində verdim ona. Yoxsa planlayırdım ki, hamısını belə vloqda qəşəng çəkərəm, paylaşaram sizlə. Amma o yerlərini çəkmişəm, yəqin sizə də göstərmişəm. Amma belə paketdə deyildi. Çox şirindir. Əllərinə sağlıq olsun Familin. Çox möhtəşəmdir. Mən orada hədiyyə bağlayanda Famil burada harikələr yaradıb. Burgerin əti, burada çörəkləri hazır, burada sosu, burada pomidoru, burada soğanı, burada da duzlu xiyarı. Möhtəşəm. Burada da Kurtlar Vadisi. Bir də qızlar, Lavitanın, daha doğrusu Roşen'dən Lavitanın bu cür kukisindən heç yeməmişdik. Maraqlıdır, ona görə aldıq, görək bu necədir. Normalde Lavitanın mən bir növü var, iş yoldaşım mənə dadandırmışdı. O növünü daha çox bəyənirəm. Bu növünü də sınayacaq. Bir də belə bir şey aldıq. Deməli, normalda bunun bir dənəsi 3 manat neçə qəpik olur. 2 dənəli qoyanda 6 manat olur, səhv eləmirəmsə. Amma bu 6 dənə var içində. 6 dənə olmalıdır da. Hədir. 6 dənə var içində. 10 manata aldıq. 10 manata 6 dənə endirmə düşmüşdü. Testin bu çayı mən belə başa düşürəm ki, təzə çıxıb. Çünki burada new taste yazılıb. Bu bergamotda. Normalda bergamotı var idi onun, amma içində sitrus var idi. Sitrusla bergamot qarışıq idi. Bu biraz fərqlidir, mən elə başa düşdüm. Ona görə aldıq belə balacasını. Bu 4 manat necə qəpik idi. Dedim sınayaq görək bu necədir. Normalda mən həmişə Azdan çaylarından alırıq. Həm də bu gün Azaya girə bilməyəcəkdi. Yolumuzun üstündə yox idi. Ona görə elə bu dəfə bu. Bir də qızlar 2 dənə belə balaca hədiyyəm olacaq. Bu boyun bağıdır. Bunu da belə bağladım. Bunu da belə qoyacağım arxa hissəsinə. Belə bu hissəsinə keçirdəcəm. Belə.
Qoyacağım masaların üstünə. Bu da kiçik bir hədiyyədir. Artıq sabahsı gün burada hədiyyələri sizin üçün çəkirəm. Burada hərə öz sekret santasına, yəni kim ona adı çıxıbsa, onun üçün hədiyyələri bu yolkanın altına qoyub. Çox maraqlıdır. Birazdan bir-birimizə hədiyyələri təqdim eləyəcəyik. Daha doğrusu kimin adı harda çıxıbsa gedəcək götürəcək. Mən də adımı burada gördüm. Hətta qar dənəciklərim də var. İndi birazdan açıb baxacağıq nələr var, nələr yox. Bu hədiyyə isə Secret Santadan yox, mənim sevimli iş yoldaşımdan mənə olan hədiyyə idi. O qədər gözəl bəzəmişdi, ürəyim getdi. Secret Santamın mənə aldığı hədiyyə bu tərəzi boyunbağıdır. Mənim bürcümə olan boyunbağı Cumladan alıb, çox incədir, çox bəyəndim. Bayaq sizə göstərdim gözəl bəzədilmiş hədiyyə qutusu. Baxın onun içindən bu estetik fincan çıxdı. Çox bəyəndim, tam mənim zövqümcədir. Ən əsası da iş masama çox uyğundur. Baxın rənglər necə uyğun gəlir. Bir-iki nəfərin hədiyyələrini sizin üçün çəkdiyim bu termos fincandır, yəni ki isti saxlayır. Digər bir iş yoldaşıma Stradivarius'dan belə qəşəng çanta almışdılar. Bu da çox qəşəng idi, özü də bəyəndi, mən də bəyəndim. Digər birinə isə belə weekly planner, yəni həftəlik planner vermişdilər. Bu da maraqlı bir hədiyyə idi. Heç vaxt bu vaxta qədər belə bir şey görməmişdim açığı. Kitabsevər iş yoldaşıma isə hədiyyə eləmişdilər Alinino'dan hədiyyə kartı. O da üstünü də düzəltdi. Getdi özünə tamına 6 dənə kitab aldı. Sonuncu kitab isə bu Barbaranın kitabını mən ona tövsiyə eləmişdim. Keçən dəfə iş yoldaşıma dedim ki, bəs mən iHerb'dən NYX'in bu blushından almaq istəyirəm, bir də bronzerından. Dedi, bronzerunu dəqiq bilmirəm, istifadə eləməmişəm. Amma blushını almağa dəyməz. Çünki yəni o qədər də pigmentli deyil, o qədər də işə yaramır. Gətirdi mənə göstərdi. Yaxşı ki də baxdım qızlar, heç də xoşuma gəlmədi. Elə almaq fikrindən daşındım. Amma buna baxmayaraq iHerb'dən NYX'in başqa məhsullarını sifariş eləmişəm. Gəlsin onları da sizə göstərəcəm. Məndə Flormar'ın bluşı var, sizə indi göstərdim. Eynən onu mənə xatırlatdı bu. Elə bilin ki, pigmentasiyası demək olar ki, eynidir. NYX'in bu bronzerında həmin o iş yoldaşım gətirmişdi. Buna da baxdım. Mənə bilirsiniz nəyi xatırlatdı qızlar? Wet n Wild'dan eyni tonda məndə bronzer var idi. Elə bildim ki, elə onu çəkirəm. Bu ilin sonuncu iş günü olduğuna görə naharda sushi sifariş elədik, amma keçən il isə pizza sifariş etmişdik. 2026-cı il hər birimizə uğur gətirsin. Sizləri sevirəm. Sevgi ilə qalın. Gələn vloqlara dək. Hələlik.